Sabunçu Gənclər Evi gülüş mövzusunda nə hazırlayır? Sabunçu. Bir iş var diye, iş, səhər iş, akşam iş, benzin işlemekten Allah hakkı. Geldik yine. Sağ ol, hörmətli iş yoldaşlarım. Aleyküm salam. Ne olur be, yəni səhər deyinə gəlmişsən. Deyinərəm də, sən də mənim qədər işləsən, sən də deyinərsən. Dışarıdadır. Mədəniyyət evindədir, gələr indi. Bildim. Yox, nəsə eləmək lazımdır. Uzun maraqlı keçsin. Bu kim aynı səsiydi? Aprelin biri. Aprelin biri. Aprelin biri. Ayxan, bu ediş bugün maşınla gəlibdi. Yox, mən bilən maşınla gəlməyib. Nə idi ki? Mənliydi. Başımı bırak. Ediş. Ediş. Arsın. Nədə? Evdən sən zəng eləyiblər. Niyə? Deyirlər gözün tez çatdırsın. Maşın yanır. Ha. Anacık bana bu. Abi gələn görüm hara qaçırsan sən? Bilmirsən hara qaçır ha? Bugün bir apreldir, mən səninlə zarafat elədim. Zarafat edirsən? Hə, Gülüş gündür. gülüş günüdür. Vay vay. Beni koyup oraya düştün. Sən lazım idi, qışlama olacaq. Öz aramız qəşəng zarafat idi də. İnandı. Seni öldürenler öldü. Hayır. Mərhumun əhvalına bir salam olsun. Buradasınız, yoxsa sabunçu yoxdur burada? Uşaqlar, bu sujeti 2 qısa qoyub WhatsApp-dan göndərərsiniz, təzədən baxarıq. Bəxtləri gətirib ki, bu verilişdə heç kəsi çıxartmırıq. Aprelin biri olduğunu. Belə bəlkə ona da arxain olublar, belə O məlumatı görəsə onlar bilirdilər. Yox, hardan bilirdilər? Hə, heç nə deyim.